Xoş xeyir olsun değerli izləyicilərimiz, xoş gördük sizləri. Bilgəhdəyik. Allah hər kəsin malının mülkünə bərəkət versin inşallah. Çəkiliş Məşəd Əmlak Eminci şirkətinə aiddir. Bilgəhin belə deyək, ən gözəl yerində, dənizə yaxın ərazidə, hardasa 3 sot. 3 sotdan da artıq torpaq sahəsinin üzərində şəxsi tikili həyət evini satdıq, təcili. Sənəd köhnə bələdiyyədir. Bağı almaq istəyənlər üçün bir gözəl fürsətdir. Həm yerinə görə, həm də ki, xudmanı bağdır da, belə deyək. Evin arxasında da yeri var və qeyd etdiyimiz kimi bir zal, 2 yataq, bir mətbəx, bir sanzeldən ibarətdir. Qiymət 55.000 manatdır. Hətta əl quyusuna qədər var. İnşallah həyətin görünüş hissəsini sizlərə təqdim edirik. Əlavə böyük hardasa bir 2 ton, 3 tona yaxın su çəninə qədər var. Bax, bu görünüş hissəsidir. Gən zəhmət olmasa qabağa giriş hissəsini biz təqdim edək izləyicilərimizə, sonra evin içərisini tam rahat bir şəkildə təqdim edəcək. Və onu da nəzərinizə çatdıraq ki, nə varsa yəni qalır. Hər bir şey qalır evin içində. Kondisionerinə belə qalır. Bax, və giriş hissəsini göstərdik, maşın rahat bir şəkildə daxil olur və evin arxasında da burada da gözəl bir balaca, hardasa bir sota yaxın olar bəlkə. Balaca bağı var. Hətta çoxdur belə. Mən bir sot dedim. Çoxdur. Evin arxasında hardasa sot yarım. Bax, sot yarımda gözəl belə bir bağı var. Sot yapı sadəcə olaraq əl gəzdirmək lazımdır. Və keçirik evin içərisini göstəririk sizlərə. Belə deyək də, həm yerinə görə yaxşıdır, həm qiymətinə görə yaxşıdır. Fürsətdir, kim bağ almaq istəsə, inşallah ala bilər. Və keçək içəri hissəsini təqdim. Bir də zəhmət olmasa buradan eynən təkrarını göstərin. Və evin içəri hissəsini göstərək və onu nəzərinizə çatdıraq ki, kim istəsə yəni aboy vura bilər, kim istəsə vurmaz. Yəni bağ yeridir. Bax, belə bir otağı var, gördüyünüz kimi. Və əşyalar qeyd etdiyimiz kimi qalır. Bir yataq otağı buradadır. Özü qoşadaşdır, yəni tək daş deyil. Bir otağımız da buradadır. Buranı təqdim edək inşallah. Bəzən izləyicilərimiz maraqlanırlar, yəni bağlarla bağlı. Bax, indi əslində elə fürsətdir. Həm belə deyək də, qiymətinə görə, həm yerinə görə. Həm dənizə yaxındır. Gəldin, məsəl üçün, aldın, yayda qaldın, qışda da qala bilərsən, fərq eləməsin. Sadəcə kim necə istəyir.